Hamıya salam olsun. Hamınızı xoş gördük. Yeni bir gündən gəlmişəm. Belə yük otağın pərdəsini çıxartdım. Gəldim onu çırpım ki, qoyum yuyulsun. Buradan çırpmaq yaxşıdır. Bura rahatdır da. O pəncərədən çırpıram elə bir yaxşı olmur. Rahat olmur. Burada elə həmişə çırpıram belə yekə şeyləri. Yəni indi bunu çırpım qoyum yuyulsun. Gedim kuxnanın pəncərələrində istəyirəm pərdəsini söküm. Onları da qoyum yuyulsunlar. Amma onları birinci duzlu suda qoyacağım qalsın 1-3-4 saat. Əslində neçə gündə elə deyirəm, hər axşam deyirəm ki, uşaqları yatırım, durum onları çıxardım, pərdələri qoyum duzlu suda qalsın ki, səhər durum yuyum. Amma hər gün elə axşam ya işim olur, ya yadımdan çıxır da dedim heç nə olmaz. Qoy indi səhər çıxardım, elə qoyum duzlu suda dursunlar. Duzlu suda duranda rəngi ağarır, o tüldür, pərdələrin rəngi ağarır duzlu suda qoyanda. Ona görə həmişə elə qoyuruq. Axşamdan əslində qoymaq lazımdır. Sadəcə mən görürəm ki, neçə gündə alınmır. Da dedim uzanır, qoy elə şey heç nə olmaz. Günortaya kimi qoyum. Ona kimi də mən də pəncərələri təmizləyim. Buraların da pəncərələrini istəyirəm təmizləyim. Elə ha deyirəm eləyim. Hər dəfə ya iş olur, ya nəsə başım qarışır qalır. O buraları kraskalayanda pəncərələr bulanmışlar. Onları istəyirəm təmizləyim. Belə bu gün yəqin ki elə ancaq pəncərələri təmizləyərəm, belə işim o olar. Məktəbə yola salanda paltarları qoymuşdum yuyulsunlar. Dünən uşaqlar çimizdirdim üçünü də. Onların paltarlarıdır, qoydum yuyulsun. İndi qurtardılar. Pərdəni gətirim qoyum. Pərdəni də belə qatdalayıb qoyuram. Qatdalayıb qoyuram belə ki, çox qırışmasın. Belə. Elə bir kiri yoxdur deyə, ancaq ki elə tozdur da orada elə kirlənmir. Biz orada o otağa heç demək olar, uşaqlar keçmir, ona görə elə kirlənmir. Yarım saatlığa qoyuram. Sıxmağı 400-ə qoyum ki, çox sıxıb qırışdırmasın. Buranı da sarı ruçkana yazmışdı. Gətirdim acetonla siləndə buralarda belə oldular. İndi ona görə belə qalıbdı bura. Bilmədim ki, bu acetonla gedər. Çalışdım siləndə belə qaraldı buralar. İndi çıxım bunları çıxardım. Aparım qoyum duzlu suya. Sonra pəncərələri silib. Bunları çırpdım, qattaladım. İndi suyu açın. Belə duzdur, bu da duzdur. Duz da töküm suya. Saçlı əridi. Düz demək olar ki, əridi içində. Özü də qalıb əriyəcək. Şimdi bunları qoyum duzlu suya. Belə Sara da oyandı uje. Sara oyanmamış, rahat işlərimi görürdüm. Belə çıxartdım kanvaları.
Aparım bunları yuyum ki, mən də pəncərəni silənə kimi bunların suyu çəkilsin. Burada da bu pəncərəndə stolu çəkim qırağa. Bu stol yüngüldür deyə elə bunu özüm o yüzə bu yüzə çəkirəm hər dəfə. Belə açıq qalıbdı. Hə. Bunların da kanvasını çıxardım, aparım yuyum. Belə. Pəncərələri bağlayım, sonra birdən başım qarışır, stol gətirib çıxar pəncərəyə. Mən uca Saradan hər şey gözləyirəm, çünki elə şeylər eləyir, elə yerlərə çıxır ki, ona görə daha uca heç axlıma gəlmədiyim yerdən belə qorxuram ki, ora çıxa bilər. Burada reklam qoyurlar. Multikin içinə niyə reklam qoyurlar, mən onu bilmirəm. Mahnı. Bu uşaq neynir onu, axı siz belə reklam qoyursunuz bunun içinə. Keçdi. So. İndi də kanvaları yudum. İndi də gəldim bura. Pəncərələri belə təmizləyim, silim. Saran da yeməyini verdim. Otursun burada səhər yeməyini yesin. Belə buralar da belə bütün dağıdıb dövmüşəm ki, təmizləyim. Bir dəfəlik. Belə silim buraları, tozunu. Əslində elə bir şey yoxdur, yeni silmişdim. Prosta yağış yağmışdı. Yağış yağında da pəncərəyə vurur, belə torpaq, toz zad tökülür, hamısı burada qalır. Buranı silirəm. Bundan da belə pəncərələrini silim. Paltarları da sərdim tez qurusunlar ki, hava istidir, sabah yağış yağacaq. Dedim nə qədər paltarım var, sərim, yuyum sərim qurusunlar sabah, çünki uca yağışdı, mən paltar sərə bilməyəcəm. Yenə pakrival yuyuram. Dedim elə vanna buradaykən, o birisini yudum, qurutdum. İndi bunu yuyum. Bu da ağırdır, paltar yuyana qoya bilmirəm. Ona görə dedim elə belə qalın şeylərin hamısını bir dəfəlik yuyum. Hava da yaxşıdır bu günlərim, qurusun inşallah. Sabahlarım düzdür, yağış yağasıdır, amma sabaha kimi quruyar yəqin ki. Axşam sərərəm, suyu əsas odu çəkilsin, sonra balkona sərərəm. Yağış yağanda biz paltarları balkona səririk ki, belə qalın şeyləri. Orada yağış vurmur. Belə, burada da qoymuşam bunları duzlu suda hələ ki, bir hardasa 2 saat olar. Durubdur, qoy bir 2 saat da qalsın, sonra götürərəm. Burada da kanvaları yudum, hamısını indi aparım taxım yerinə. Belə. Su da doldu, yaxşıdır. Məncə yaxşıdır, qoyum içinə bunu, istansın. Bu otağında pərdəsini gəldim asım yerdə. Qurumuşdu, bura qoymuşuq belə. Götürüm indi bunu. Elə bu otağı əlimizə nə keçib yığmışıq bura. Ona görə burada belə hər şey var. Bu otağa yük otağı deyirik. Əlimizə də nə keçir? Belə gec-gec işlənilən şeylər qoymuşuq bura hamısını. Belə. Stola çıxım, bunu sərim pərdələri ki, uca bilim ki, bu yük otağından demək olar ki, işim qutardı. Bir dənə o yuxarıdakı karobkalar gərək səliqəyə salım. Ora uşaqların patalarını yığmışam, çünki uca daha yer yoxdur, divan altıdır, şifaniyellərdir, hər yerə yığmışam. Uca yer yoxdur deyə qış paltarlarını belə karobkaya yığıb qoymuşam. Ora prosta səliqəsiz qoydum. Keçən dəfə oradan nəsə axtarırdım. Elə Saranla bir yerdəydim deyə səliqəsiz yığdım tez-tez ki, qoymur. Nərdivana çıxmışdım, qorxdum da ki, o uşağın üstünə nəsə düşər. İndi gərək onların hamısını səliqə ilə düzəldim.
Belə burada da bayraqlarımız hələ ki durubdu. Hələ ki onları yerinə asmırıq. Çünki gəlib elə balkonu düzəldəsidilər. Düzəltsinlər, onları ütülüyüb yerinə qoyaram. Belə. Pərdəni də qoydum, yuyuldu, sərdim. Oje demək olar ki, quruyubdu. Mən elə sulu-sulu sərirəm də, çölə sərmirəm elə. Prəmoy bura sərirəm, özü quruyur belə. Hava da yaxşıdır deyə elə bilirəm elə tez quruyacaqdı. Belə. Saranı da apardım, yatırdım gün orta saat. 3-ün yarısıdır, yatdı, yuxusu gəlirdi. İndi durdum, dedim gəlim başqa işlərimi görüm. Qızların dərsini eləyək, belə. İndi sabahda o birisi tərəfin, o praxorjun pərdələrini istəyirəm, yum, onu da qoymaq lazımdır duza. Görüm axşamdan yadıma düşsə, duza qoyaram. Bu altdakı da belə, bunu bu dəfə biraz 60 dərəcədə yudum, həmişə 30 dərəcədə yuyuldu, qırışmırdı. İndi 60 dərəcədə yudum, belə qırışdı. Sərdim, dedim bəlkə üstündə belə quruya, açıla. O da yox, açılmır. İndi fikirləşmişəm ki, parütüsündən bunu ütülüyüm. Elə biləm parütüsündən eləsəm açılar bu. Belə bildirçin yumurtaları axır ki yoldaşım aldı. Bir adam var idi, ona demişdi. O da demişdi ki hələ yoxdur, olanda deyərəm. İndi şükür ucu var, gətiribdi. Yoldaşım getdi, gətirdi, aldı. İndi bunları istəyirəm qoyum, yuyum qoyum ki Sara üçün. Görək bəlkə danışmağına kömək oldu. Bildirçin əti yedi, elə də kömək olmadı. İndi qoy yumurtalarından yesin. Bir neçəsini də artıq qoyum. Çünki mənim bu böyük qızlarım da tamahlar keçər, ürəkləri istəyər bilirəm. Ona görə məncə bəsdir. Bu neçədən oldu? 4, 6, 8, 10. 10 dənə pulunu bəsdir. Bunu bişirim. Bəyənsələr yenə bişirərəm. Nə qəşəngdirlər. Elə bir ki, o konfetlər var ya, şokoladlı. Onlar oxşuyurlar. Balaca-balaca. Daşdı, nədir? Maraqlıdır. Renka balaca olanda bundan alıb verirdi ona. Amma axır vaxtı heç marketlərdə yoxdur. Bu günlərim yağış yağır. Dünən axı mən pərdələri yumuşdum. Ona görə bugün yağış yağmalı idi. Nə bilim valla. Əslində bilirdim, havaya baxmışdım, bilirdim ki, bir 2-3 gün yağış olacaqdı, elə yazmışdılar. Yenə pəncərələri buladı yağış. Elə vaxt olur yağış elə yağır ki, heç pəncərələrə dəymir. Даже güclü yağsa da. Amma bir də görürsünüz, indi bax elə də güclü yağmır. Amma yenə də pəncərələri buluyubdur. Heç nə. İnşallah bir 3-4 gündən sonra kəssə, baxaram. Görsəm ki, əgər yenə yağmayacaq, onu da silərəm. Belə. Gül kələmi qalıbdı bir dənə burada. 3 dənə almışdıq. İkisini arada pişirdik, yedilər. İndi bir dənə bu qalıbdı. Bu da xarab olmasın dedik, bugün bişirək. Hər gün eləmirik, çünki hər gün eləyəndə uşaqlar dalbadal yemək istəmirlər eyni şeyi. Belə olubdu, biraz xarab olan kimidir. Gərək buralarını təmizləyim. Amma burası xarab deyil. Xarab deyil. Bu özündən belədir. Amma burası xarab olubdu. Gərək təmizləyim, bunu bişirim, yesinlər uşaqlar. Qalsa lap çox xarab olacaq. Buranı təmizlədim belə. Düzdür, hələ tam bitirməmişəm. Amma təmizləyirəm hələ ki otları. Keçən dəfə yarımçıq qaldı Saraya görə. Gəlib eləyə bilmədim. O yandı, yarımçıq qaldı. İndi dedim, gəlim eləyim belə. Yığım. Bu qədər yığım bilmişəm. Yağış da yağır deyə. Səhər yağış yağırdı. Ona görə otlar yaxşı çıxırlar yerdən. Elə torpaqlı çıxanda torpağı belə-belə eləyirəm ki, qalsın orada. İndi belə eləyirəm ki, buralar süpürmək asan olsun. Yoxsa ki, otlarla heç cür alınmır süpürmək. Vaxtında eləyə bilmədim bunlar yeni bitəndə. Çünki alınmadı, heç cür sarana alınmadı. Ona görə elə belə ancaq indi vaxtım oldu. İndi də bunlar nə qədər görünür, nə qədər uzun olublar, belə uzanıblar, saralıblar. Amma yenə də gətirim indi buranı süpürüm ki, yaxşı olsun, bura təmiz olsun. Keçim o birisi tərəflərə. İndi də oraları gedim. Otlarını təmizləyim, süpürüm. Neçə gün külək oldu deyə bütün tökübdür hər şeyi yerə.
Çöldən də gətirir. Qapı açıq olanda həyətin qapısı, darvazası. Oradan da çöldən də yarpaqlar zat gətirir. Külək. Belə. İndi biraz eləyim. Nə də olar, qalar Sara oyanana kimi. Sabah da eləyə bilərəm. Çünki Sara ucu səhərlər biraz çox yatır. Saat 10 yarısına kimi hardasa yatır. Mən də onda rahat gəlib eləyə bilərəm inşallah. Ramaşkalarımız da hələ oradadır. Bu güllər də ucu solurlar. Qəşəng açmışdılar, amma indi baxıram ki, ucu da düyməcikləri yoxdur, açmırlar da. Elə üstündə nə var odur. Buraları demək olar ki, qutardım. Otlar düzdür qaldı, bunlar balacadır. Bunları çıxarda bilmədim. Yekələri çıxartdım, süpürdüm. Burada da biraz zibil qalıb. Onu da gətirim, yığım. Oralarda qalıbdı, düzdür. Onlar da təmizləməliyəm. Prosesor ucu yanıbdı. Evə getməliyəm. Bir də buralar qalıbdı. Buralar da sabah düşüb inşallah. Otlarını da təmizləyərəm, süpürərəm də ki, yaxşı görsənsin. Əsas odur, biraz da olsa təmiz oldu yenə. Bu otlar çox pis qopurlar deyə çətindir bunları təmizləmək. Sara yuxudan durdu deyə mən gəldim evə. Otlardan biraz təmizlədim, süpürdüm, çəkmişəm indi. Sara oyandı deyə gəldim ona. Yemək hazırladım. Belə yumurta bişirdim. Çoxdan da bişirmirdim, arada yeyirdim. Amma dedim indi sən də göstərsən göstər. Yumurta yeyirdi. Xoşu gəldi. Arada neçə dəfə verdim, yemədi. İndi yenə deyirəm biraz vaxt keçib bu verim, yesin. Çörəklə yemir, çörəklə verirəm, istəmir. Elə belə yeyir, deyirəm yenə şükür. Əsas odur yesin. Malacet Sara. Otur. Multikdə həmişə kimi bizdə multik səhər açılandan axşama kimi Sara durandan yatana kimi multik olur bizdə. Qoy mama yedirsin də yerə tökürsən gözdə. Al. Qaynanam gül kələmini təmizləyib, mən həyəti otunu təmizləyəndə gül kələmini təmizləyib belə suya qoyubdu. Belə pis yerlərini kəsib götürübdür. İndi qalsınlar biraz suda, sonra yağ götürək. Uşaqlar məktəbdən gələnə yaxın pörtdədək ki, təzə-təzə yaxşı yeyirlər. Elə bir ki, pörtlənir isti-isti. Bax, onu qəşəng yeyirlər. Soğuyandan sonra görürəm ki, qalır, onu yemirlər. Ona görə onlar gələnə yaxın eləyək. Gül kələmi çox faydalıdır. Gül kələmi bir də brokoli. İkisi də çox faydalıdır, çox. Yəni çalışırıq ondan tez-tez Allah onları verək. Sevirlər özdə. Elə belə də yeyirlər, çiğ də yeyirlər, pörtlənmiş də yeyirlər. Bir izləyici yazmışdı, dedi ki, bunu bişirin, belə pörtlədin, sonra belə yağda qızardın, unla yumurta vurun, yağda qızardın. Amma vallah eləmişik. Mən internetdə o vaxtı baxırdım ki, bunu nətər eləmək olar. Hər cür eləmişəm. Amma uşaqlar ancaq belə pörtlənmişini yeyirlər deyə axır neçə ildir ancaq pörtlədirik biz bunu. Başqa eləmirik. Çünki eləsək qalır orada, yemirlər, heyif olur. Uşaqlara günortaya fikirləşdim ki, verməşil eləyim. Birinci makaron fikirləşmişdim. Getdim makaron götürəndə verməşili gördüm onun yanında. Yan-yana qoyuruq elə onları. Dedim, çoxdan da verməşil eləmirik. Qoy eləyim, özdə çox sevirlər də, nə qədər eləsək yeyirlər. Ona görə gətirdim, indi verməşili belə birinci qovurum. Buradan da əskini çıxardım, qoyum. Bura töküm, əskin üstünə. Soyusun. Soyandan sonra da uca bişirim. Burada da su qoymuşam. Gül kələmi üçün. Gül kələmini də bişirim. Bunu da qoyurum. Bunu tez-tez qarışdırmaq lazımdır ki, yanmasın. Belə. Bilmirəm mən uşaqlara hər dəfə nə bişirim ki, ürəkləri istəyən şey olsun, yesinlər. Nə qədər gündə hər gün kartoşka. İnanın, hər gün kartoşka yeyirlər də onlar.
Günorta dolması ucu axşama istəyirlər ki, mama bizə kartoşka qızart. Hər gün kartoşka mən onlara qızardıram, yeyirlər. Makaron tez-tez yeyirlər, xoşlayırlar. Verməşili də tez-tez yeyirlər. Xüsusən axır vaxtı nəsə bilmirəm, yadımdan çıxmışdı, nədir, onlara verməşil eləmirdim. İndi dedim, eləyim, neçə vaxtı yemirlər, bilirəm 100% yaxşı yeyəcəklər bunu. Verməşili qordum, beləcə istidir hələ ki, belə yaydım ki, soyusun tez. Belə, bugünlük bu qədər bəsdir. Bunun hamısını bişirəcəm, bugün yeyilsin. İndi sonra yenə lazım olar. Bunları bundan qoğuraram. İndi vaxtım olanda istəyirəm bununla yavaş-yavaş qoğurum, bir qabda saxlayım ki, belə lazım olanda da elə götürüm, bişirim, bir də təzədən qoğurmayım. Elə qoğurulmuş hazır saxlayım. Çaniki də qoydum qaynasın ki, indi buna bişirəndə verməşili mənə qaynar su lazımdır verməşilin üstünə tökməyə. Burada da görüm su da az qalıb qaynamağa, qaynasın. Bunu da bişirim inşallah. Belə uşaqlar saat 1-də dərsdən gələsidirlər. Ona kimi hər şey hazır eləməliyəm. Bunu da üstünə heç nə eləmirəm. Uşaqlar yemirlər. Ancaq qatıqla yeyirlər. Ona görə elə üstünə nə soğança, pomidor heç nə eləmirəm. Elə belə qatıqla yeyəcəklər bunu. Gülkələrim ucu bişdi. Belə sudan çıxartdım, yığdım burada. Dursun, soyusun uşaqlar gələnə kimi. Bir 15-20 dəqiqə ucu gələcəklər dərsdən. Suyu da hələ götürmürəm, qalsın burada. Altın keçirim, qalsın burada, biraz ılınsın ki, ora rakovinaya tökə bilim. Başqa yerə də götürüb qoya bilmirəm. Çünki Saradan qorxuram, gəlib əlini vurar, dartar, üstünə tökülər, Allah uzaq eləsin. Ona görə elə belə hələ ki, elə bu qıraqda qalsın, o soyuyana kimi. Belə verməşil də demək olar hazırdır. Suyu çəkilir. Suyu çəkilsin, bir 5-10 dəqiqədə dəmdə qalsın. Uşaqlar gələndə tam hazır olacaqdır. Belə. Gəlib bunu görüb sevinəcəklər. Çünki neçə vaxt eləmirəm. Yadlarından, özlərinin də yadından çıxmışdı. Yoxsa ki, bir ara elə hey deyirlər, mama verməşil elə. İndi yadlarından çıxmışdı nəsə. Gəlib görüb sevinəcəklər verməşili. Belə. Burada da sizlə sağollaşmaq istəyirəm artıq. İnşallah gələn vloqlarda görüşərik.